İsmin cəm sayı. Adlıq halında isimlərin söz sonları ı ya da i olur. Cinsindən fərqi olmayaraq. Amma biz artıq bilməliyik ki, əgər isim cəm saydadırsa, artıq biz onun cinsini təyin edə bilmərik. Cinsini təyin etmək üçün biz yenidən ismi adlıq hal tək saya qoymalıyıq. Bu çox vacib bir məqamdır. Bunu unutmayın. Gəlin cəm sayı isimlərin söz sonlarına baxaq. Stol, stalı. Masa, masalar. Slavar, slavari. Lüğət, lüğətlər. Muzey, muzeyi. Lampa, lampı. Statya, statyi. Məqalə, məqalələr. Auditoriya, auditoriyi. Titrat, titradi. Dəftər, dəftərlər. Zdaniye, zdaniya. Canlılara da həmçinin eynidir. Drug, druzya, dost, dostlar. Prepodavatel, prepodavатели. Aleksey, Alekseyi. Подруга, подруги. Таня, Тани. Мария, Марии. Мать, materi. Gəlin çalışmamızı eləyək. İsmi cəm saya salaq. Auditoriya. Biraz yaxınlaşdırım sizin üçün, rahat görəsiniz. Auditoriyi. Daska, lövhə. Doski. Söz sonlarını vurğulayıram. Prepodavatel, prepodavateli. Yine bitti. Student, studenti. Группа, группы. Место, места. Aynen bitti. Orta cinste. Burada книга, книги, учебник, учебники, словарь, словари, тетрадь, тетради, ручка, ручки. Карандаш, карандаши и olacak. Жиши всегда пишется через и. Ластик, ластики. Телефон, телефоны. Сумка, сумки. Рюкзак, рюкзаки. Дорога, дороги. Остановка, остановки. Дерево, деревья. Aha, bu istisnadır. Avtobus, avtobusu. Остановка dayanacaqdır. Bilet, bileti. Rubl, rubli. Rubl kişi cinsində deməkdir, zakla bitir. Magazin, magazini. Общежитие, yataqxana. Общежития. Общежитие orta cinslərdir. Cəm sayda yayına bitdi. Etaj, etажи. Kravать, kravati. Kompüter, kompüteri. Notebook, notebook.
ki